Allahümme salli ala Muhammed ve ali Muhammed. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in innehu hayrun nasirin ve mu'in ve sallallahu ala rasulihil amin. Amma ba'd rabbi şrah li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. بحق فاطمة وأبيها وبعلها وبنيها سر المستودع فيها اللهم صل على محمد وآل محمد وعجل فرجهم. Mübarək cümə günü Allah tamamı onu çağıranların dualarını qəbul eləsin. Hər kim nə növü ilə, hər kim nə hacəti ilə, hər kim nə istəyi ilə Allahın qapısına üz tutub Allah heç kəsi qapısından naümid geri qaytarmasın. Mübarək bu gündə Allah bizim də dualarımızı qəbul eləsin, tövbələrimizi qəbul eləsin. Bizi sağlam bir, salih bir bəndələrin cərgəsində qərar versin. Özünün sevdiyi insanların yanında bərqərar eləsin. Özünün sevmədiyi insanlardan bizi bərtərəf eləsin. Yadınızdadırsa bizim cümələrdə Həzrət İmam Sadiq əleyhissalamın məxsus bir sifarişin nəql eləmişdik. İmam Sadiq ağa İslamın sütun məsələlərindən birini bu hədisdə önə çəkib. Əsli məsələlərindən birini ortaya qoyub və insanları bu işə müvafiq yaşamağa xüsusi təkid eləyir. İslamın ən mühüm məsələlərindən biri, İslami rivayətlərimiz, İslami əhadislərimiz bizə bu mövzunu təkidli bir formada təqdim eləyib. Ki, onlardan biri ki, gəlib yetişmişdik ikinci hissəsinə Müvasatul əxi fil mal. Malda qardaşlarla, müsəlmanlarla bərabərçiliyə diqqət eləmək ki, bu çox mühüm bir məsələdir, çox əhəmiyyətli bir mövzudur və bu mövzunun içində insanın imanı bu şərtlər əsasında qala bilir. Bunun əhəmiyyətinin səbəbi budur ki, tərk olunacağı, tərk olunması baş versə, insanın imanı zay olar, qəlbi xaraba qalar və iman cərgəsindən mütləq şəkildə uzaq durar. Buna görə məsumlar bizə bunu xüsusi tövsiyə eləyiblər. İndi mən bunu eləyə bilməsəm, kiminsə üçün bir iş görməmişəm. Kiminsə üçün zahiri mümkündür bəzi hissələrdə dünyəvi əziyyət eləyəm, amma özüm üçün bir imani zərər görəcəm və uxravi əzaba şamil olacam. Ki, Həzrəti İslam Peyğəmbərinin bu barədə məxsus tövsiyəsi var. Həzrəti Əmir Əl-Müminin bu barədə məxsus sözləri var ki, insanlar arasında ədalətlə rəftar eləmək Allahın yerə göndərdiyi ən böyük rəhmətdir. Yer öz bərəkətini insanlara bəxş eləyər. Ta ki, insanların arasında ədalət bərpa olsa, o bərabərçiliyə diqqət olunsa. Əlbəttə, o musavatın, yəni o bərabərçiliyin özü belə ədalətlə gərək tənzimlənə ki, biz bunu əvvəl mövzularda danışmışdıq. Ki, yer öz bərəkətini insanlara təqdim edir. Hətta Həzrəti Peyğəmbər deyir, bu bərabərçiliyə riayət olunsa, insanlar çətin gün görməzlər. İnsanlar o əziyyətə düşməzlər. İnsanlar o zəhmət müəyyən, dünyəvi zəhmətlər ki, dünyəvi əziyyətlər ki, yoxsulluqlar, nələr baş verir. Həzrət buyurur, əgər insanlar öz əllərində olanın insanların ehtiyacı həddə o bərabərçiliklə bölə bilsələr, bu çətinçiliklərdən insanları amanda saxlayarlar. Bəs o rivayətlərdə gələn möminlərin qəlbini sevindirmək, onların üzün güldürmək, onların xidmətində durmağın mənası bundan ibarətdir. Ki, bu bir insani sevgi və insani məhəbbətdən qaynaqlanan bir mövzudur. Bu məsələlərdə insanlar bir-birinə yalnız və yalnız məhəbbət ünvanında, məhəbbətin sayəsində bunu təqdim eləyə bilərlər. Bilirsiniz, Həzrəti İslam Peyğəmbərin o oğulluğu ki var idi, Zeyd ibn Haris,
Bilirsiniz o peyğəmbərə bir məxsus rivayət bunu deyir ki, tarix bunu göstərir ki, xanım Xədicə onu peyğəmbərə bir qul idi ki, onu almışdı, sonra peyğəmbər onu bəxş eləmişdi. Onun atası ki xəbər tutmuşdu, oğlu hansı məntəqədədir, o həmən atası Haris, əmisi, qardaşı Kəbinən gəlmişdilər peyğəmbərin huzuruna ki, nə qədər ya Rəsulullah buna pul verib almışsınız, verdik bunu bizə qaytarasınız. Həzrət buyurdu ki, bunun qiyməti yalnız özünün icazəsinə bağlıdır. Ki, mən istəyirəm, buradan bir dənə məhəlli şahid deyəm, mövzum bu Zeydin tarixini danışmaq deyil. Həzrət ki, bunu çağırdı ki, bu kimdir, dedi, bu atamdır, bəs bu kimdir, dedi, əmim Kəbdir. Dedi ki, ixtiyar sahibisən, sən istəsən bunlarla da gedə bilərsən, ya tərcih eləyə bilərsən, seçim eləyə bilərsən, seçim qarşısında burada qalmağı da seçə bilərsən. O ki, peyğəmbəri seçmişdi, atası ki, ona etiraz eləmişdi. Baxın, istəyirəm bunun axır vaxtını deyəm ki, o Muhtə döyüşündə Həzrəti Peyğəmbərə xəbər çatmışdı Zeydin şəhadəti. Həzrət necə ağlayırdı? İmam Sadiq əleyhissalam deyir ki, Həzrətin deyir, Peyğəmbər ki, o Zeydin evinə gəlmişdi, onun o yetim qızı ki, gözləri Peyğəmbərə sataşdı, o qədər ki, belə uca səslə ağlayırdı, hönkür-hönkür bizə deyərlər ağlayırdı. Deyir, Həzrəti Rəsulullahın o qədər belə xüsusi ağlamağından göz yaşları tamamı saqqalını islatmışdı. Tamamı o üz-gözünü islatmışdı Peyğəmbərin göz yaşları, mübarək göz yaşları. İmam Sadiq buyurur ki, deyir, sahabələrin bəziləri o ürək yandırmaqdan Peyğəmbərə dedilər, ya Rəsulallah, bu nəyin göz yaşlarıdır? Bu göz yaşlarının bu qədər olmağının səbəbi nədir? Dedi, bu bir-birinə xüsusi əlaqəsi olan dostdan ayrılığın göz yaşlarıdır. Baxın, nə qədər məhəbbəti var idi Peyğəmbərin dostlarına. Müsəlmanlara Peyğəmbərin nə qədər məhəbbəti var idi. Onların mərifəti qədər Peyğəmbər onlara nə inirdi? Öz məhəbbətini iqrar edirdi, öz məhəbbətini izhar edirdi. Bu malda, dövlətdə, hər nə var ki, insanın malik olduğu şeyi, bu bölgünün özü insanların o saf sevgi və məhəbbətindən ələ gələ bilər. Əksi təqdirdə insan bunu eləyə bilmir. Və bundan xüsusi məsələ və bundan mühüm məsələ budur ki, birinci insan Allahın əmrlərinə bu sevgini yönəldə bilə. Allahın o əmrlərinə, Allahın o qadağalarına, Allahın o hüquqlarına bu məhəbbəti insan bəsləyə bilər. Əgər bu məhəbbəti insan Allahın hüquqlarına və Allahın əmrlərinə bəsləyə bilsə, Allahın bu əmrləri ki, insanın üzərinə məsuliyyət düşdü, insana təqdim olundu, mütləq şəkildə bunu yerinə yetirəcək. Amma gərək birinci ilahi hüquqları sevə bilər. İnsan o ilahi hüquqlarla yaşaya bilər, ona məhəbbətin yönəldə bilər ki, bu hallarda nə edə bilər? Özün Allahın bu əmrinə rahat şəkildə boyun əyən görə bilər. Həzrəti İmam Musa ibn Cəfər əleyhissalam ki, atasının adını dedi, onun üçün əleyhissalam dedim. Musa ibn Cəfər o zaman ki gəlmişdi Məkkəyə. Allah arifanə hamımıza nəsib eləsin. Həqqin başa düşən halda. Həcc mövsumunda ki, imamın dostları, şiələr o imamla ki xüsusi görüş təyin edirdilər. Deyir, imam orada ki süfrə hazırlatmışdı. O müsəlmanlar, o möminlər, o şiələr imamın xas tərəfdarları və yaxud ümumən ki cəmaat gəlirdi imamla görüşürdülər. Musa ibn Cəfər deyir, onların arasında bir nəfər vardı, Asim adlı, üzün buna tutdu, müraciət elədi. Ki, dedi, ya Asim, keyfə entum fit təvasul və təvasi. Dedi, Asim, necə bir haldasınız? Bir-birinizə əlaqəniz, bir-birinizə bağlılığınız, yəni münasibətiniz necədir məmləkətdə? Fəqultu, əla əfzəli ma kana aleyhi əhəd. İmama dedi ki, ağa elə, yəni bizim o münasibətimiz sən deyən kimi. Ki, sən ki necə, istəyirəm bu söz elə biz öz başa düşdüyümüz tərzidə deyəm, mənanı kəlmə ünvanında deməyək, ümumən deyək. İstədi bu Asim İmam Musa ibn Cəfərə deyək ki, ağa elə siz necə istəyirsiniz biz olaq, biz o durumdayıq. Qal, imam dedi, əyəti əhədukum ilə duqqani əxihi əv mənzili ində zaiqəti fəyəstəxricu kisəhu və yəxuzu ma yəhtac iləyhi fəla yunkiru əleyh. İmam dedi ki, yaxşı, indi ki deyirsən, siz necə istəyirsiniz biz o halda bir-birimizə münasibət bəsləyirik,
heç olub ki, sizin vəziyyətinizin pis vaxtında, ehtiyaclı bir halda biriniz birinin evinə və yaxud dükanına gələsiz, onun o pul kisəsini götürəsiz, ondan bir şey götürəsiniz, ehtiyacınızı ödəyəsiz. Qal, la. İmama dedi ki, xeyr, belə bir şey olmur. Qal, fələstum ələ ma uhibbu fit təvasul. İmam dedi ki, yox, bu cür deyil. Siz mən istəyən kimi münasibət qurmamışsınız. Sizin mənim istədiyim kimi, mənim görmək istədiyim formada sizin münasibətiniz yoxdur. Necə qardaşsınız siz? Necə bir-birinizə yaxınsınız? Bir-birinizin ehtiyacında gəlib, bir-birinizin ehtiyacını ödəyəcək qədər bir-birinizdən istifadə eləmirsiniz. Əlbəttə, bu rivayət bunu demir, ha, insan bir-birindən sui istifadə eləyə. Məqsəd yönümlü şəkildə öz maraqlarına uyğun. Xeyr, demir, ha, insan istəklərin yerinə yetirə. Deyir, insan ehtiyacların yerinə yetirə. Yəni, bir insanın ehtiyacı varsa, qardaş dediyi adama, o ki, onun üçün əzizdir, bunun üçün gərək bir cür münasibətdə ola ki, insan ehtiyacını ondan ödəyə bilər. İndi bəzən biz səhv salırıq da, istəklərimizlə ehtiyaclarımızı qarışdırmışıq. Elə bilirik ki, elə bizim istəklərimiz varsa, hər kimdən nə istədiyi ala bilərik. Xeyr, ehtiyacımız olanda bunu həll eləyə bilərik. Nəinki istəklərimiz olanda. İmam deyir burada, bu qardaşlığın münasibəti bu ki, sizin əgər bir ehtiyacınız ola, bir-birinizin evinə qonaq gedəsiniz, ya dükanına səfər eləyəsiniz, o götürüb onun o pul kisəsini açıb, ondan ehtiyacınızı ödəyə bilirsiniz. Deyir, ağa, xeyr, bu cür olmuyor. Deyir ki, siz biz sevən kimi, biz istəyən kimi münasibət hələ qura bilməmişsiniz. Ki, baxın, bu bərabərçiliyin meyarına baxın. Məsumlar necə istəyiblər insanlar bu cür riayət eləyələr. Zürarə dünyasını dəyişəndə İmam Sadiq əleyhissalamın mübarək göz yaşları axırda deyirdi, hardadır zürarələr? Ki, baxın, o qədər məhəbbəti vardı ki, İmam hər şeyin bunlarla, bu mərifəti tutumu qədər hər şeyin bunlarla bölürdü. Onlara ehtiyac olan elmin belə onlarla nə inirdi? Bölüşürdü. O ki, qaldı digər şeylərə. Niyə məsumlar xüsusi dostlarına məhəbbət ediblər? Əleyhissalamın dostları üçün ağlamağına baxın tarixdə. Peyğəmbərin müəyyən səhabələr üçün ağlamağına baxın. Xanım Xədicə üçün Peyğəmbərin göz yaşlarına baxın. Və həm bu xanım Xədicənin elə bir xanımlığından ibarət idi ki, Peyğəmbər ailəsində idi. Peyğəmbərin həyat yoldaşı idi. Peyğəmbərin başqa həyat yoldaşları da var idi. Tarix göstərib ki, Peyğəmbər haçansı onların barəsində bir dəfə xoş söz deyib, nəinki göz yaşı axıtmaq. Niyə məhz xanım Xədicənin barəsində deyirdi? Deyirdi, bu malın, mülkün İslamın çətin vaxtlarında qoydu mənim ixtiyarıma. Mən onu ədalətlə müsəlmanların arasında ehtiyac həddə bölürdüm. İslamın işlərinə onu ehtiyac həddə bölürdüm. Ədalətlə bölürdüm. O bərabərçiliyi, o malının ixtiyarı mənim öhdəmdə qoymuşdu. Buna görə Peyğəmbər göz yaşı tökürdü. Belə bir Allah üçün hər şeyindən keçən bir xanım itirmişdi Peyğəmbər. Amma bir halda ki, Peyğəmbərin başqa xanımları da var idi. Niyə məhz bunun üçün? Bu adam ki, Allah yolunda o bərabərçiliyə, o ədalətə riayət edib. Ömür tamam olan bir ömürdür. Xoş o kəslərin halına ki, halı həyatında nə ediblər? Bu məsələlərdə müvəffəq ola biliblər ki, hər nələri var Allah yolunda, onu verə biliblər. Hər nələri var. Özdə, baxın, adam var, mümkündür. Əlində heç nəyi olmuyor, amma əlində olandan sevgisi də çox ola. Elə yadıma düşmüşdən bir dənə misalı deyim. Allah rəhmət eləsin, Şeyx Əhməd Nəraqi ki, Meyrac-ı Səadənin müəllifi, bilirsiniz, böyük arif, böyük bir şəxsiyyət, böyük bir dəyərli Allahın övliyası, Allahın dostu. Deyir, bir gün bir dərviş var idi, bu eşitmişdi Şeyx Əhməd Nəraqinin barəsində. Düşünürdü ki, Şeyx Əhməd Nəraqi də bunun kimi bir küncdə, bucaqda yaşayır, ya elə hər şeydən əl üzüb, heç nədən istifadə eləmir. Bəzi görsən o nadan düşüncələr var, amma məsumların dediyi sözdən bəzən düşünürlər ki, insan dünyada heç nədən istifadə eləməməlidir. Xeyr, bu ayrıca bir mövzudur, qismət olar. Bunun da barəsində danışarıq. Dünyanın məzəmmət olunması hansı cəhətdəndir? Mədh olunması hansı cəhətdəndir? Deyir, gəldi bir gün bu həmən Şeyx Əhməd Nəraqinin evinə. Gəldi, bunun evinə baxdı, bunun miniyinə baxdı, belə. Baxdı ki, bunun o xəyalında tutduğu, düşündüyü Şeyx Əhməd Nəraqi deyil. O gün idi ki, Şeyx Əhməd Nəraqi ona dedi ki, Şeyx Əhməd Nəraqi dedi ki, bəlkə Kərbəlaya səfər eləyək, həm səfər olaq. Dedi ki, bəli, səfər eləyək. Haçan dedi, indi. Dedi, elə indi, dedi, bəli, o da demirsən Kərbəlaya həm səfər olaq. Bu dərvişin heç nəyi yoxdur. Bu Şeyx Əhməd Nəraqinin çox şeyi var, evində qoyub çıxır.
Təzə məmləkətdən xaric olmuşdu. O Qum şəhərinin bir hissəsindən keçmişdi. Şeyx Əhməd Nəraqi dedi ki, bu dərviş mənim pul kisəm qalıb evdə. Gərək mən ona qaydam götürəm. Şeyx Əhməd Nəraqi buna baxın nəyi istədi çatdıra. Dedi ki, nəyə ehtiyac var? Dedi ki, axı o pul kisəndə nə var? Dedi, yox da bir miqdar indi hər nəyi ki var idi. O bizdə deyirlər o kaşloku da be qol yarı qofdan o pul qabısı, ora ki bəzən o yol səfərində məsələn dəsmal da qoyarlar. Ya məsələn bəzən görürsən ki, ora məsələn əl yazısı olan şeirlərin qoyarlar. Belə bir də az kiçik bir hissə ləvazimat. Dedi ki, axı niyə qaydaq? Dedi, yox, mən onsuz gedə bilmərəm. Mənim ürəyim qalar orada. Şeyx Əhməd Nəraqi dedi ki, mənim hər nəyim vardı, qoyub çıxmışam. İndi görürsən, sənin dünyaya məhəbbətin məndən çoxdur. Baxmayaraq sən dərvişlik yolun tutmuşsan, yəni bir küncdə bucaqda əyləşmirsən. Amma bir dənə bir qaba, bir balaca əl qabına, orada pulun az bir miqdar pulun olar. Nə qədər pulun olar ki? Orada məsələn bir əl yazma olar, nəsə bir şeir mi olar, nohəm olar, orada bir dəsmal mı olar, nəsə. Baxın, o kiçik bir həcmli bir şeyə sənin bu qədər məhəbbətin var. Yəni mənim o qədər ki, hər nə varidatım var idi. Bir anda onun hamısını tərk elədim, neynədim? Məmləkətdən xaric oldum İmam Hüseyn əleyhissalamın ziyarətinə tərəf. Yəni şərt o deyil ki, mənim əlimdə bu var. Onların heç biri mənim qəlbimdə özünə yer almayıb. Onlar mənim qəlbimə hakim deyil. Yəni onu istədiyim vaxtda Allah üçün verə bilərəm. O şeylər ki, haçan Allah məndən onu lazımı qaydada bölməyi istəsə, mən onu verəcəm. Ki, məsumlar bizə deyiblər, bu halda yaşayın. Əlinizdə hər nə var, elə bir formada davranın ki, hansı gün Allah onun sizdən bölgüsünü istəsə neyniyəsiz, onu verə biləsiniz. İmam Həsən əleyhissalam necə malın dövlətin ömrünün tamamı, ömründə 3 dəfə hamısını, bir rivayət 2, bir rivayət 3 dəfə ki, nəyi var idi hamısını bölmüşdü. Bir dəfə də, məsələn, bir neçə dəfə də malının tən yarısını paylamışdı. Əlbəttə, məsumlar səbəbsiz iş görmür. O vaxtı Allah ondan o qədər istəyib. Bunlar bunu göstərir ki, hər nəyi var verməyə hazır olublar. Həzrət İmam Sadiq əleyhissalam bu rivayətdə bizə öyrədir ki, imanınızın şərti bundan ibarətdir ki, muvasatul əxi fil mal. Hər nəyiniz var qardaşlarınızla, çalışın onu bərabərçiliklə bölə biləsiniz, yerbəyer eləyə biləsiniz. Əks təqdirdə imanınız zərərə uğrayacaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.